bayram sizə yemək üçün verilmiş son şans deyil, əzizlərim. Ona görə də bir gün paxlava yeyəndə şəkər buranı növbəti günə saxlayın. Həmin müsabiqədə siz demişdiniz ki, bu müsabiqəyə çoxlu bəyənmə eləyin, biz yenidən görüşərik. 5 il sonra biz yenidən görüşdük. Yəni hər il 1,3 milyard ton qida israf olur. Sonra şorba, sonra isti yemək, sonra şirniyyatlar və hərəkət etmirlər. Nəzərə alsaq ki, müasir insan ümumiyyətlə həftəyə bir vizit kartı qədər mikroplastik yeyir, udur, içir. Hə, o vaxt bu podkast hərə qoyub qarşısına bir mikrofon danışır. Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Badamlı. Adı və dadı ilə. Salam dostlar, hər vaxtınız xeyir olsun. Qara Qırmızı layihəmiz yenidən efirdədir. Mən və həmkarım Cəlil Cavanşir bu gün də sizin qarşınızdayıq. Qonağımız isə bu müqəddəs Ramazan ayında həkim, diyetoloq Tutu xanım Zeynalovadır. Tutu xanım, xoş gəlmisiniz. Xoş gördük. Yadınızdadırsa, 2020-ci ildən sizdə Ramazanla bağlı bir müsahibə almışdım. O müsahibəyə 400 minə yaxın baxış oldu. Və həmin müsahibədə siz demişdiniz ki, bu müsahibəyə çoxlu bəyənmə eləyin, biz yenidən görüşərik. 5 il sonra biz yenidən görüşdük və yenə eyni mövzular, çünki Ramazan ərəfəsindəyik. Əmdə Allah qəbul etsin, siz öyrəndik ki, siz də oruç tutursunuz. Ona görə suallarımız olacaq. İlk növbədə ümid edirəm ki, bu videomuza da baxış sayı çox olacaq və hər zaman sosial mediada da, efirlərdə də çalışıram ki, insanlara faydalı məsləhətlər verək ki, doğrudan yararlansınlar. Yəni söz üçün yox, doğrudan yararlana biləcəyi məsləhətlər və inanıram ki, bugünkü verilişimizdə də, bugünkü podkastımızda da elə olacaq. İlk növbədə kim oruç tutubsa, Allah hər kəsin orucunu qəbul etsin, ibadətlərini qəbul etsin. Məsələn, sizin üçün bu oruc tutmaq, həkim kimi bunun faydasını bildiyiniz üçün tutursunuz, yoxsa inanc məsələsidir? Daha çox hansıdır? İlk növbədə inanc məsələsidir. Çünki Ramazan ayında oruç tutmaq, yəni namazdır, ibadətdir. Biz bütün hamısını özümüz üçün edirik. Bir tək orucluq ayı, Ramazan ayıdır ki, biz orucu Allah üçün tuturuq ki, bu bizim üçün fərz qılınıb əslində. Və burada Ramazan ayının əslində mahiyyəti tam fərqlidir. Niyəsə insanlar bunu yalnız ac qalmaqdan ibarət olduğunu düşünürlər. Amma indi yola çıxsaq görərik ki, nə qədər aqressiv sürücülər var, nə qədər insanlar bir-birinə acılayırlar, xoş olmayan sözlər deyirlər, bir-birinin haqqını yeyirlər, haqqına girirlər ki, məncə Ramazan ayının əsas mahiyyəti bizim mənəviyyatımızın təmizlənməsidir və bu niyə deyirlər 11 ayın sultanı? Çünki bu ayda biz hardasa həm özümüzlə baş-başa qalırıq, həm hardasa özümüzə hesabat veririk ki, bu bir il ərzində və yaxud ilk dəfə oruç tuturuqsa ki, mən həyatım ərzində yəni nələr elədim, hansı yanlışlarım, səhvlərim oldu, onları düzəltmək üçün nə edə bilərəm, bəlkə kiminsə haqqına girmişəm, bəlkə kiminsə haqqını yemişəm. Yəni oruc bir tək yeməkdən imtina etmək deyil. Bizim gözümüz də oruc olmalıdır, qulaqlarımız da oruc olmalıdır, dilimiz də oruc olmalıdır, beynimizdə. Yəni biz bir növ həm fiziki, həm mental olaraq, həmçinin də mənəvi də təmizlənməliyik. Çünki ruhsuz bədən və bədənsiz ruh olmurdu. Onlar bir-birinin tamamlayırlar. Burada həm ruhumuzun, həm bədənimizin təmizlənməsindən söhbət gedir. Amma siz deyək ki, gəlib iş yerində əməkdaşları acılayırsınızsa, naxoş söz deyirsinizsə, küçədə söyürsünüzsə, aqressiv davranırsınızsa, oruç tutursunuz, amma valideynlərinizin qapısı hansı tərəfə açılır bilmirsinizsə, bir dəfə də olsun o Ramazan süfrəsində, iftar süfrəsində ailə üzvlərinizlə əyləşmirsinizsə, o zaman bu ac qalmağın nə mənası var və yaxud bu nə qədər doğrudur bilmirəm. İndi mən din xadimi deyiləm, amma orada sadəcə pəhriz olur da, oruc olur. Yəni, amma inanclı bir insan olaraq düşünürəm ki, bu bizim üçün həm günahlarımızın bağışlanmasına, həm də bəlkə nələrisə yenidən başlamağa, bəlkə həyatımızı, öz hərəkətlərimizi, öz işlərimizi gözdən keçirib nəyin doğru olmadığını bilməyə verilmiş bir aydır. Çünki baxın, burada bizə öyrədilən nədir? Deyək ki, biz oruc tutmuşuq, düzdürmü? İndi iş yerində mən kabinetimdəyim, otağımdayım, məni heç kim görmür. Mən rahatlıqla su da içə bilərəm, nəsə atışdıra da bilərəm, sonra çıxarım, deyərəm ki, mən orucam və ya nə bilim, evdə tək oluruq, orucumuzu poza bilərik. Amma niyə pozmuruq? Niyə poza bilirik? Mənəvi məsələdir də, yəni. Mənəvi məsələdir. Çünki bir Allah qorxusu var. Və Quranda Allah nə deyir bizə? Mən sizə şah damarınızdan daha yaxınam. Yəni siz çöldə kimisə aldada bilərsiniz, kiməsə deyə bilərsiniz ki, bu belə deyil, elədir falan, amma özünüzlə baş-başa qaldığınızda, yəni biraz vicdanınız varsa, o zaman siz bilirsiniz ki, o hər şeyi görür, o hər şeyi bilir və insan nəticə olaraq nə edirsə özünə edir. Demək inanc məsələdir ilk növbədə, amma sağlamlığa nə faydaları var? Yəni oradan başlayaq. Sağlamlığa faydası çoxdur. İndi son illərdə eşitmisiniz yəqin ki, çox populyardır
aralıqlı oruc, Bəli, intermittent intermittent fasting ki, biz ac qaldığımız zaman bütün hər Otofaji. şey yenilənir, bədənimizdəki hüceyrələr yenilənir, autofagiya yaranır və s. və s. Burada da ümumiyyətlə Məhəmməd Peyğəmbər də buyurmuşdu ki, mədəninizin 1/3-ni yeməklə, 1/3-ni hava ilə, 3/3-ni su ilə doldurun. Yəni çox yeməyin. Və burada Ramazan ayında da əsas diqqət etməmiz gərəkən məqamlardan da biri odur ki, elə etdiyimiz səhvlərdən də biri odur ki, miqdarına diqqət yetirmirik yediklərimizin və ən çox israf olunan ay da məhz bu aydır ki, ötən il COP29-da da bilirsiniz ki, bu böyük tədbir Azərbaycanda keçirildi və orada mənim çıxışımda da əsas toxunduğumuz məqam nə idi? İsrafçılıq. Düşünün, hər il dünyada istehsal olunan qidanın 1/3, yəni hər il 1.3 milyard ton qida israf olunur və bunun 61% məişətdə israf olunur. Düşünə bilirsiniz, 1.3 milyard ton. Əgər biz bu 1.3 milyard ton israf olunan qidanın 1/4-ni qoruya bilsək, 1/4 qədərini israf etməsək, 870 milyon ac insanı doyuzdura bilərik. Yəni Ramazanın daha bir belə deyim, mahiyyəti ondan ibarətdir ki, ac insanları doyuraq, paylaşaq. O uzun müddət aclıqdan sonra o süfrəyə oturanda düşünək ki, mənim qonşumun bu yeməyi yeməyə imkanı varmı? Mənim hansısa bir xəstə qohumum var, bəlkə ona kömək eləyim. Yəni paylaşmaq üçün, ətrafımıza da yaxşılıq etmək üçün verilmiş bir zamandır ki, biz həm yaxşılıq edək, həm bunun nə qədər doğru olduğunu düşünək, həm gülərüz olaq hamıya qarşı, yaxşı davranaq. Yəni eyni də bədənimizə qarşı da. Çünki bu can bizə Allahın əmanətidir və biz ona nə qədər yaxşı baxsaq, bir o qədər sağlam və uzun ömürlü olacağıq. Və burada həm ruhumuzu kirlətməyəcəyik, həmçinin də bədənimizi. Çünki aclıq zamanı nə olur? Qan şəkərimiz dəngelənir, o aralıqlı orucdan danışırıqsa, daha sonra dərimiz yaxşılaşır, bədənimizdən toksinlər atılır. Fikir vermişsə, Ramazan ayının ilk günlərində insanlar deyir ki, nəsə başım ağrıyır, halsızam və s. Əslində buna sevinmək lazımdır. Bu o deməkdir ki, bədən toksinlərdən özünü təmizləyir və buna bağlı olaraq yaranan bu şikayətlərdir ki, zamanla sonra onlar da keçir. Tək bizim çətinlik çəkə biləcəyimiz məsələ Ramazan ayında susuzluqdur. Çünki aclıq o qədər uzun müddət deyil. Yəni bu il 5 il bundan qabaq səhv etmirəmsə biz sizlə görüşəndə 18-19 saatlıq aclıqdan danışmışdıq, amma bugün 13 saat cəmi ac qalırıq. Amma yeganə burada problem ola bilər susuzluq. O da ki, suyu düzgün istifadə etmədiyimiz üçün imsak və iftar vaxtı buna bağlı olaraq susuzluq problemi yarana bilər. Amma hansı tərəfdən baxsan, Ramazan ayı və yaxud ümumiyyətlə uzun müddətli aclıqlar hər kəs üçün olmasa belə faydalıdır. Çünki bədənimizin hüceyrələri yenilənir, çünki bizim bağırsaq mikrofloramız yenilənir və bağırsaq mikrofloramızda yaxşı bakteriyaların sayı artdıqca bu bizim əhvalımıza da təsir edir. Çünki hamısı bir bugün serotonindən danışırlar, melatonindən danışırlar. O serotoninin 95, hətta bəzi mənbələrə görə 98% məhz bağırsaqlarımızda yaşayan bakteriyalar tərəfindən sintez olunur. Və nə qədər yaxşı bakteriyaların sayı çoxdursa ki, biz ac qaldığımız zamanda onu təkan veririk ki, yaxşı bakteriyaların sayı çoxalsın, orada bir balans yaransın. O zaman nə olur? Biz həm mental olaraq yaxşı özümüzü hiss edirik, həm əhvalımız yaxşılaşır, həm enerjimiz yüksəlir, həm gümrah oluruq, həmçinin də daha yaxşı işlər görmək üçün özümüzdə güc tapırıq, hardasa yəqin ki. Çünki biz hərdən deyirik ki, mənim ürəyim falan şey istəyir və yaxud beynimə falan yemək düşdü. Əslində bunu istəyən biz deyilik. Bunu istəyən bizim bağırsağımızda yaşayan o trilyonlarla olan bakteriyalardır. Ona görə heç kim özünü tənha hiss eləməsin. Hamımızın içində yaşayan balaca dostlarımız var ki, əslində bizim hərəkətlərimizin, anlam verə bilmədiyimiz bəzən davranışlarımızın səbəbkarı və yaxud deyək ki, pis yatdığımız gecənin və yaxud yuxusuz qaldığımız gecənin səhəri daha çox şirniyyat, daha çox belə lələ-gülə yemək istəyirik. Bunun da qərarını verən məhz orada pozulan o balansdır ki, yaxşı bakteriyaların sayı azalır, patogenlərin sayı çoxalır və nəticədə də biz belə qeyri-sağlam seçimlər edirik. Həm mental olaraq, həm də belə fiziki olaraq. Bağırsaqlar çox ciddi orqan imiş. Çox ciddi orqandır və əslində bütün orqanlar haqqında beyinə informasiyanın 90% aşağıdan yuxarı gedir. Vagus siniri ilə bağırsaqlardan o vagus siniri beyinə ötürür ki, hə, burada hər şey yaxşıdır, falan orqana nə var, nə yox. Beyindən biz nə üçün düşünürük ki, hər şey beyində baş verir? Xeyr. Beyinə gedən informasiya 90% təşkil edir. Beyindən üzə aşağı gələn informasiya cəmi 10%-dir. Yəni buna görə də biz nə qədər önəmsəməsək də bu çox ciddi bir mövzudur və biz o ikinci beyin adlandırdığımız bağırsaqlarımıza yaxşı baxmalıyıq. Çünki bir çox problemlərin səbəbi məhz oradadır. Çünki orucluq, yəni ac qaldığımız müddətdə biz həm də nə edirik? Biz
biz niyə xəstələnirik? Bizim xəstəliyimizin səbəbi odur ki, bizim hüceyrə səviyyəsində, yəni hüceyrələrimizdə bir iltihab yaranır, inflammation deyirik. Və bizi xəstələndirən xroniki stres fonunda, misal üçün, davamlı gecə növbəsində çalışır bir insan. Bu stresdirmi xroniki stresdir. Və yaxud sevmədiyi bir insanla yaşayır, hər gün bir narsistlə yaşayır, bu xroniki stresdir. Və yaxud işdə hər gün gəlir, hər gün sevmədiyi bir ortamdadır, bu da xroniki stresdir. Və bu xroniki stres fonunda bizim hüceyrələrimizdə iltihab yaranır. Və bu iltihab nə edir? Bizi xəstələndirir. Xroniki iltihab gətirir bizim o diabetdir, autoimmun xəstəliklərdir, tiroid problemləridir. Məsələn, çox içinə atan insanlarda, xüsusilə də qadınlarda, gələ sözüm içimdə qaldı deyə bilmədi. Biz onlarda tiroid problemləri daha çox görürük də, deyə bilmədi, qaldı və buradan keçirə bilmədi o sözləri. Bəzən bunlar bizim cavabsız qalan xəstəliklərimiz, əslində cavabsız qalan emosiyalarımızdır. Bizim hocamız son toplantıda çox maraqlı bir fikir söylədi ki, bu bizim zədələnmiş ruhumuzun bədənimizə əziyyətidir. Bizim bu xəstəliklər ki, biz özümüzü xəstələndiririk. Və buna görə də məncə burada məsələnin psixoloji tərəfini də göz ardına etməmək lazımdır. İstər Ramazan ayı olsun, istər digər aylar olsun. Və aclıq hər mənada bizim yenilənməyimiz üçün, doğru qərarlar qəbul etməyimiz üçün, doğru seçimlər etməyimiz üçün bizim üçün verilən bir vaxtdır, zamandır, bir şansdır yəqin ki. Mən bir şey maraqlanmaq istəyirdim. Bir adam pərizə başlayanda mütləq həkimlə məsləhət edib və Ramazanda kütləvi hamacılığa başlayır. Yəni adını aclıq deməyək, amma proses oruç tutur. Oruç tutur. Bunun üçün mütləq lazımdır həkimlə məsləhətləşmək, qan dəyərlərini, şəkər dəyərlərini yoxlatmaq, yoxsa sərbəst bir şəkildə başlamalı? Çox yaxşı bir məqama toxundunuz. Kimlər oruç tutmamalıdır? İlk növbədə körpələr, uşaqlar, həddi buluğa çatmamış insanlar. Daha sonra deyək ki, onkoloji xəstədir, yenicə kimyoterapiya alıb, yenicə əməliyyat keçirmiş insanlar, tip 2 və ya tip 1 şəkərli diabet xəstələri ki, kimlər ki, insulin istifadə edirlər və yaxud yenicə ürəyində stent qoyulmuş insanlar. Amma deyək ki, yüksək təzyiqi olan insanlar ki, bunlar da xroniki xəstəliyimiz varsa, diabet, nə bilim, tiroid problemləridir, sonra hipertoniyadır, ürək-damar xəstəlikləridir. Mütləq bu insanların gündəlik qəbul etdiyi dərmanlar var. Bu dərmanların vaxtını tənzimləmək üçün və mənə hal-hazırda oruç tutmaq olar və ya olmaz, yəni məlumatını almaq üçün mütləq öz həkimlərinə müraciət etməlidirlər ki, dərmanlarımı necə tənzimləyim ki, bu Ramazan mənə zərər verməsin, bəli, fayda versin. Digər insanlar təbii ki, yəni inanclarına bağlı olaraq oruç tuta bilərlər, amma burada da yediklərində xüsusilə də içkilər mövzusunda diqqətli olmalıdırlar. Amma xroniki xəstəliklər olanlar tutmalıdır. Yəni mütləq həkimləri ilə məsləhətləşməlidir və yaxud deyək ki, xroniki böyrək çatışmazlığı varsa, yaxud dializ xəstəsidirsə, ona qətiyyən olmaz oruç tutmaq, hamilələrə olmaz oruç tutmaq, zahı qadınlara olmaz oruç tutmaq. İndi uşaq əlavə qidaya keçibsə, ananın oruç tutmaq kimi bir arzusu varsa, həm də süd verirsə, bu ola biləndir. Amma yeni hamiləlik yeni bitibsə, uşaq körpədirsə, çağası varsa, o zaman tutmaq arzu olunan deyil. Xanım, şeydən danışdıq biraz, biz Ramazanda müsəlman orucu deyək, bizim İslam aləmində orucu həm yeməkdən məhrum oluruq, həm də sudan məhrum oluruq. Amma mən xristiyan ya yahudi həkim idi, alim deyək belə. O israrla və qətiyyətlə qeyd edirdi ki, oruç su ilə olanda effektiv olur. Əgər biz oruç tuturuqsa, qida yemiriksə, həm də su içmiriksə, onun heç bir faydası olmayacaq. Amma sən oruç tutub, çünki yəhudi oruclular, onların dinində su içmək var, onlar su orucu tuturlar. Sizin bu haqda fikirləriniz necədir? Mən bu haqda bir müsəlman olaraq Qurana üz tuturam və orada Bəqərə surəsi 184-cü səhifə 184, 185, 186-dır. Ayətlərdə, bəli, orada deyilir ki, bu bizə fərz qılınıb və orada bizə bu əmr olunub da, fərz qılınıb deyə bir müsəlman kimi mən həm yeməyin, həm suyun məhdudlaşdırılmasının tərəfdarıyam. Amma təbii ki, müəyyən bir xəstəliklər varsa ki, bunlar problem yarada bilər. Biz bilirik ki, bədənin suyunun azalması, misal üçün 1%, 1.5%, 2%-ə qədər azalması ciddi problemlərə gətirib çıxara bilər ki, bu diqqətsizlik, halsızlıq ola bilər ki, dehidratasiya bağlıdır. Amma mən imsakda və iftarda su qəbulunu düzgün tənzimləyirəmsə
bu 13 saat susuz qalmaq mənə bir problem yaratmırsa, o zaman yəni niyə də olmasın? Yox, mənim bu xəstələndirirsə, o zaman mən orucu tutmayacağam. Onun əvəzində həmin günü Bir kasımın qarnını doyur. Bəli, kiminsə qarnını doyuzduracağam. Yəni neçə gün tutmamışamsa o gün ərzində, yəni, bəli, o şəkildə, yəni bu borcumu hardasa yerinə yetirmiş olacağam. Nə qədər bunu yəqin ki İslamda olan, yəni elm xadimləri daha doğru deyər. Mənim bu haqqda fikir söyləməyim biraz doğru olmaz. Amma Xristian alimi, yəni xristianların mövzusunda yəqin ki fikir bildirə bilər. Yəni mütəxəssis kimi fikriniz maraqlıdır mənim üçün. Yəni həkim ki bu həkim kimi. Mən düşünürəm yəni, əgər iftar, imsakda və iftarda biz kifayət qədər su içiriksə, o zaman bu aclığın bizə xeyirdən başqa heç bir ziyanı yoxdur. Məsələn üçün biz nə edirik? Səhər dururuq, axırıncı ana kimi, imsak azan verilənə kimi son dəqiqələrdə durub bir surahi suyu birdən-birə içməyin bir mənası yoxdur. O eyni sürətlə bədəndən xaric olunacaq, bir saat sonra yenə susuzluq baş verəcək. Amma vaxtında durub, deyək ki, bir saat, saat yarım öncə durub, yarım saatdan bir stəkan su içib, səhər 2 stəkan su da içsək, bizim üçün gün ərzində susuzluq problemi yaşanmayacaq. Eyni də iftarda. Orucumuzu su ilə açdıq. Sonra deyək ki, saat başı ən gec, yarım saatdan bir, 40 dəqiqədən bir stəkan su içsək, məsəl üçün qazlı içkilər, şirin içkilər, meyvə şirələri əvəzinə su içsək, çoxlu çay, kofe içməsək, o zaman yatana kimi yəni bu suyu içsək, biz növbəti gündə özümüzü normal hiss edəcəyik. Çünki orqanizm öz kompensator gücü hesabını bütün bu vəziyyətləri tənzimləyir bədəndə. Eyni də səhər. Dururlar, məsəl üçün, deyir, mən bir dənə kofe içdim, xurma ilə, məsələn, mən gün ərzində tox tutur, amma sundan yanıram. Niyə? Çünki o kofe sidik qovucudur. Bədəndə olan suyu xaric edir. Bəli, suyun atılmasına gətirib çıxarıb, ona görə də gün ərzində özünüzü daha solub. Və ya tünd çay içirəm, səhər imsakda, heç nə yemirəm, ancaq çay içirəm. Su içmirəm və bir stəkan su içir və ya içmir, bu insanlar üçün təbii ki çətin olacaq və sağlamlıqlarını təhlükə altına alacaqlar. Amma ağlı başında olan insan, öz sağlamlığının qeydinə qalan insan başa düşür ki, mən səhərdə 2-3 stəkan su içməliyəm, axşam da iftarda orucumu açdıqdan sonra yatana kimi bu suyu içsəm, ki nəzərə alsaq ki, havalar sərindir, yəni çox elə tərləmirik ki, su itirək, amma ağır işdə işləyən insanlara təbii ki, bu çətin ola bilər ki, kimlər və yaxud deyək ki, Ramazan ayında idmanla məşğul olan insanlara da biz bu mövzuda deyirik ki, diqqətli olun ki, çox tərlə su itirməyəsiniz, yəni ya iftardan sonra gedin idmana, əgər ağır idman edirsinizsə, yəni orucunuzu açın, şorbanızı yeyin, sonra gedin idmana, qayıtdıqdan sonra ana yeməyinizi yeyin. Yəni bu şəkildə tənzimləmək əslində ən doğrusudur. Çox adam səhər sahura qalxanda mən bir 15 il oruç tutmuşam. Həm də mədrəsə şəraitində başlamışam tutmağa. Allah qəbul etsin. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Deməli, bir qism insanlar səhər dururlar, imkan çatdığı qədər çox yeyirlər. Onda orqanizm də gənc idi, lap gənc vaxtlarımız idi. Bir tələbələrin böyük bir qismi, yəni 5 nəfərin yerinə yeyirdilər. Bir qismi isə ümumiyyətlə qalxmırdı və yemirdi. Səhər namazına qalxırdı, sonra da yəni gedib yatırdı. Bu ümumi Azərbaycanın genəlində belədir məncə. Bütün oruç tutanların 50-50-yədir. Bir qismi səhər sahura qalxıb çox yeyənlərdir, bir qismi ümumiyyətlə qalxmayanlardır. Bunun istəyirəm tibbi tərəfdən hansının doğru olduğunu. Tibbi tərəfdən, həmçinin də elə dini tərəfdən də qalxmamaq doğru deyil. Oyanıb heç olmasa bir stəkan su içmək lazımdır, 1-2 stəkan su içmək lazımdır. Yəni oyanmaq lazımdır imsakda. Mütləq yuxudan oyanmaq və su içmək lazımdır. Yemək yemək istəmirsinizsə, yeməyə bilərsiniz. Amma burada əsas məsələ nədir? Çünki bəzi insanlar deyir ki, oruç tutum, həm də arıqlıyım. Burada itirdiyiniz nə olur? Deyək ki, imsaka durmuyum, biraz da çəkim getsin axşam iftarda. Burada əgər çox az yesəniz, əzələ itkisi baş verə bilər ki, bu bizim üçün arzu olunan deyil. Yəni, imsakda yemirsiniz, özünüzü yaxşı hiss eləyirsinizsə, 2 stəkan suyunuzu için, əla. İftarda amma balanslı qidalanmaq vacibdir. Misal üçün, imsakda durub, deyək ki, bu il elə Ramazan ayı Novruz bayramına təsadüf edir. İmsakda durub, paxlava ilə çay içəcəksinizsə, ondan sonra etməyin. Eləcənə su için yatın, birbaşa iftarı gözləyin. Çünki siz nə edirsiniz? Qan şəkərinizi sürətlə yüksəldirsiniz və bu sürətlə və bu sürətlə yüksələn qan şəkəri bir müddət sonra sürətlə yenir və siz başım ağrıdır, halsızam, heyim yoxdur, elə bütün gün yatmaq istəyirəm,
deyə bilmirəm, fikrimi bir yerə cəmləyə bilmirəm. Çünki o sürətlə yüksələn qan şəkəri sonra sürətlə aşağı endi və siz hipoglisemi hiss elədiniz. Və yaxud olur, misal üçün, yedim, yuxu basır məni. Və bu şikayətlərin də səbəbi budur. Buna görə nə yediyimiz də önəmlidir imsakda. Hə, yaxşı, qalxdıq, yemək niyyətinə. Amma nə yediyimiz də önəmlidir. Nə yeyək? Burada pirajki yesək, paxlava, şəkərbura yesək, şirin çay yesək, ondan sonra yeməmək daha yaxşıdır. Amma biz balanslı bir səhər yeməyi planlaşdırırıqsa ki, gün ərzində mən zehni işdə işləyirəm və hardasa işləyirəm, daha çox enerji xərcləyəcəm, mən istəyirəm. O zaman ən yaxşı protein qaynağı yumurtadır. Və yaxud istəsəniz çovdar çörəyi ilə, deyək ki, toyuqdan bir sendviçdə, toyuqlu bir sendviçdə yeyə bilərsiniz. Burada yeməklərin ardıcılığı vacibdir həm də ki, öncə proteinlə lifləri qəbul edək, karbohidratları axıra saxlayaq. Belə daha məqsədə uyğun olar. Çox duzlu qidalar yeməyək səhər imsakda. Duzlu pendirdir, duzlu zeytundur, duzsuz olanları ola bilər. Çünki gün ərzində daha çox susamamıza gətirib çıxaracaq. Çox şəkərli, şərbətli qidalar istifadə etməyək. Yəni bir porsiyon meyvə, misal üçün səhər imsakımızı, yeməyimizi yedik deyək ki, yumurtamızı, salatımızı, nə bilim, kimin nə istəyir. İndi avokado deyəcəm, şərhdə yazacaqlar ki, nə avokado, hardan tapaq avokado, nənə babalarımız avokado yeyib, nə? Olmasın avokado. 2 dənə qoz deyək ki, yedik yumurtanın yanında. Bir dilim çörək ola da bilər, olmaya da bilər. Mən məsəl üçün çörək yemirəm, amma yerinə yarım banan yeyirəm. Bu şəkildə orucumuzu tutduq və ya bir iki xurma ilə açıq limonlu çay da içə bilərik. İmsakın sonunda, yeməyin sonunda, yenə deyirəm, şəkərli qidanı yeməyin sonuna saxlayırıq. O zaman gün ərzində özümü çox yaxşı, gümrah hiss edəcəm. Yəni məndən çox danışan yoxdur. Səhər tezdən pasientlərlə danış, sonra indi harasa çəkilişə gedirsən, axşam öz efirimi çəkirəm. Yəni buna görə də nəsə olsaydı mənə olardı. Hə. Yəni bu mənada məncə balanslı və doğru qidalansaq, çox rahatlıqla imsakda yesək də, yeməsək də doğru seçimlər edərək sağlam bir şəkildə Ramazan ayını başladırma şansımız var. Bu sual elə danışıq əsnasında yarandı. Biz sudan çox danışdıq. Son biraz mövzudan kənar olsa da, yəni bu da oruc sayılır. Su orucu deyilən bir oruc var. Artıq dünyada məşhurdur. Mən də onu bir ara 8 gün elədim. Çox hiss olunur. Ciddi şəkildə çəkim getdi, sonra ciddi şəkildə də geri qayıtdı. Hətta daha çox qayıtdı. Ümumiyyətlə su orucu ilə bağlı, yəni uzun müddətli tutulan 3 günlük, 1 həftəlik, hətta 21 gün bunu edənlər var. Sizin fikirlərinizi öyrənmək istəyirdik ki, bu insan orqanizminə necə təsir edir? Yəni mən tərəfdarı deyiləm uzun müddət. Ara sıra etmək olar, amma uzun müddət, yəni günlərlə ancaq su içmək, orqanizmin ehtiyacı olan makro və mikro elementləri verməmək doğru deyil. Çünki bu zaman itirdiyiniz də əzələ kütləsi olur ki, bizim üçün, insan üçün ən təhlükəli məsələ əzələ kütləsinin itirilməsidir ki, son illərdə də bu sarkopeniya mövzusunda, hətta misal üçün bu Ozempik iynələrindən sonra da görürsünüz ki, insanlar belə arıqlayıb, amma belə xəstə kimi arıqlayıb. Üzülüb daha doğrusu. Bəli, çünki əzələ itkisidir. Piy getmir. Piy getmir, əzələ kütləsi itirilir. Uzun müddət ancaq su içdiyiniz zamanda orqanizmin ehtiyacı olan makro, mikronutriyentləri vermirsiniz ona. Karbohidratlardır, proteinlərdir, yağlardır, vitaminlərdir, minerallardır. Yəni buna görə də orqanizm çox ciddi bir stres yaşayır. Bu da arzu olunan deyil və ola bilər ara sıra bir gün ancaq su içərsiniz gün ərzində, axşama həfif yüngül bir yemək yeyirsiniz. Amma günlərlə ancaq su içmək bu doğru deyil. Vitamin defisiti yaranır. Mineral defisiti yaranır və siz girirsiniz malnutrisyona. Yəni qida, yəni çünki heç nə yemirsiniz. Ancaq su ilə orqanizmin, yenə təkrar edirəm, ehtiyacı olan makro, mikronutriyentləri ona vermirsiniz və vitamin, mineral defitsitinə bağlı olaraq da gələcəkdə başqa problemlər yaşaya bilərsiniz. İndi siz deyək ki, bəysiniz. Amma bunu deyək ki, qan azlığı olan bir xanım etsə, çox ciddi bir problemlər yaşayacaq. Saç tökülməsi, menstrual siklin pozulması, apatiya, əsəbli, stres olacaq, həyəcan, təşviş pozuntusu olacaq. Ona görə də, kimsə edib bir neçə gün özünü yaxşı hiss edib, o demək deyir ki, hamıya eyni şəkildə tətbiq edəcək və hamı da eyni faydasını görəcək. Buna görə də mən günlərlə ancaq su içib heç nə yeməməyin tərəfdarı deyiləm. Ümumiyyətlə, bu tip pəhrizlər, sözünüzə qüvvət kimi deyirəm, bunlar hamısı həkim nəzarətində olmalı işləridir. Adamlar YouTube-dan və yaxud da ki, Instagram-dan hardansa görürlər. Kimsə bəlkə orqanizmə uyğundur, amma kiminsə orqanizmi birdən-birə o qədər susuz qala bilməz də. Yəni ona görə mən də fikirləşirəm ki, bu şeylər həkim nəzarətində
olmalı işlərdir. Bəli, həkim nəzarətində olmalıdır və bir şey başa düşmək lazımdır ki, əgər burada məsələ məqsəd arıqlamaqdırsa, siz balanslı qidalanaraq, sadəcə kalori defisiti yaradaraq arıqlaya bilərsiniz. Yəni ancaq belə arıqlaya bilərsiniz. Yoxsa ancaq oruc tutdunuz deyə, deyək ki, aralıqlı oruc etdiniz, gündə bir dəfə qidalandınız. O bir dəfə qidalananda siz gündəlik xərclədiyiniz enerjidən daha çox yeyirsinizsə, yenə kökələcəksiniz. Amma siz gündə 3 Bəli. 15 il ərzində bir dəfə də arıqlamadım. Amma gündə 3 dəfə yesəz, amma gündəlik xərclədiyiniz enerjidən daha az yesəz, kalori qəbul etsəz, yəni kalori defisiti yaratsaz, 3 dəfə yeyib arıqlaya biləcəyiniz kimi bir dəfə yeyib arıqlamaya da bilərsiniz. Sadə riyazi bir şeydir də. Yəni işin mənim ən sirri sevdiyim budur. hashtag miqdar önəmlidir. Bəs burada insulin dirənci olanlar necə? Nə olacaq insulin dirənci? İnsulin dirənci olanda deyir, olmur da. Yəni az yesən belə kalori ehtiyacından arıqlamırsan. Niyə? Mən elə Sən işləyirəm. elə tətbiq edirsən. İnsulin dirənci olan insanların aclığa dözümü olmur. Onlar deyir ki, səhər də dözürəm, doktor, günorta da dözürəm, amma 6-dan sonra mən özümü saxlaya bilmirəm. Və bunun da səbəbi əslində odur ki, o səhər günorta normal qidalanmır və o normal qidalanmadığı üçün də 6-dan sonra başlayır çox yeməyə. Boşluqlara görə. İnsulin dirənci varsa, okey, biraz əvvəl qeyd etdiniz, aralıqlı oruc. Ən yaxşı vasitə insulin dirəncini qırmağın, belə demək doğrudursa, o yeməklərin arasında 5 saat fasilə verməkdir. Yəni siz 5 saat ərzində içmək olar, su içə bilərsiniz, çay içə bilərsiniz, amma çeynəmə olmamaq şərtilə. Çünki biz ağzımıza nəsə qoyub çeynədiyimiz anda mədə-altı vəz insulin hormonu ifraz eləyir və insulin də yağ depolayan hormondur. Okey, ifraz eləsin, insulin olmasa biz ölərik, olmalıdır. Amma artıq çəkili insanlarda, xüsusilə də abdominal piylənməsi, biz balkon deyirik də, balkonu olan kişilər maşallah çoxdur bizdə. Hə, onlarda siz belə dərin nəfəs aldınız, dəfləyə çalışdınız. çəkdim. Kürəyimdən xəzələt çəkdiniz. Yəni bu zaman nə olur? Təbii ki, o insanlarda o insulin hormonu çox olduğu üçün o yağ depolayan hormondur və daha çox qarın bel ətrafına toplayır piyləri və bu da niyə təhlükəlidir? Görünüş olaraq biz indi zarafat elədik, amma əsas burada əslində stigmadan uzaq olmaq lazımdır. Bu insanları təhqir etmək və yaxud nə bilim bu nədir, niyə kökəlmisən? Hətta mən bir podkastda çəkilişə getdim. Aparıcı bayağı bir kiloluydu. Mənə dedi ki, Tutuxan, mən ilk dəfə podkastda ki, mən çəkinirəm. Dedim ki, niyə? Dedi ki, mən axı belə 115-120 kiloyam. Dedim, okey, it's your choice. Yəni bu sənin seçimindir. Amma siz mənə heç nə deməyəcəksiniz, siz məni danlamayacaqsınız. Dedim ki, mən belə bir ixtiyarım yoxdur. Nə danlamaq, nə təhqir etmək, nə bunu sizi belə ayıblamaq kimi əslində buna heç birimizin ixtiyarı yoxdur. Çünki bu insanın seçimidir. Hə, nə vaxt ki bir pasiyent olaraq müraciət edərsiniz və yaxud hardasa fikrimi soruşarsınızsa, mən sizə izah edərəm ki, bu sizə ziyandır. Artan hər bel çevrənizin artan hər santimetri sizin şəkər xəstəliyinə göndərdiyiniz dəvətnamədir. Sizin insulta göndərdiyiniz dəvətnamədir. Sizin infarkta göndərdiyiniz dəvətnamədir. Hətta aparıcı mənə dedi ki, yox, bilirsiniz, mənim övladlarım məni belə görüb, belə sevir. Mən arıqlasam, onlar məni sevməyəcək. Mən soruşdum ki, sizin neçə yaşınız var? 30 neçə denir? Dedim, valideynləriniz yaşayırmı? Dedi, hə. Dedim, siz istəmirsiniz, sizin övladınızın da 30 yaşı olanda onun atası, anası yanında olsun. Və belə duruqdu qaldı ki, o tərəfini düşünməmişdim. Doğrudan da əslində elə biz Ramazan ayında ən çox özümüzün də qeydimizə qalmaq. Çünki bu can bizə Allahın əmanətidir və onu qorumaq, sağlam yaşamaq, özümüzə zərər verməmək bizim borcumuzdur. Söhbət bura gəlib çıxmışkən elə oradan başlayaq ki, bu Ramazanda oruç tutub arıqlamaq olarmı? Təbii ki, Ramazan arıqlamaq məqsəd başqadır, niyyət olmamalıdır. Amma adam var ki, həm kökdür, həm oruç tutur, inanclıdır, həm də arıqlamaq istəyir, həm ziyarət, həm ticarətlənmək istəyir. Mümkündürmü? Mümkündür. Niyə mümkün deyil? Dediyim kimi. Amma bildiyimə görə daha çox Ramazanda kökəlir insanlar. Niyə kökəlir? Çünki iftar süfrələri, yəni ruslar demiş, pir na vесь mir olur da, yəni yemək çox olur. Orucu açırlar xurma ilə, sonra şorba, sonra isti yemək, sonra şirniyyatlar və hərəkət etmirlər. Sizcə necə olmalıdır? Əsas necə olmalıdır? Orucu su ilə açdınız, ilıq su olsa daha yaxşı olur, hətta istiyə yaxın. Çünki uzun müddət biz ac qalanda öddə durğunluq yaranır ki, bu biraz kömək edir. Çünki birdən-birə həm də boş mədəyə soyuq suda içmək də doğru deyil. Su ilə açdıq, ilıq və ya istiyə yaxın su ilə
Zeytunla və ya xurmayla, indi hamı xurmayla sevir, açmağı Niyə olacaq. xurma, niyə zeytun? Yəni o qidaların Xurma önəmi əslində nədir? gün ərzində ki, artıq iftara doğru hamının şəkəri düşür, özünü narahat hiss edir. O bir anda qan şəkərimizi yüksəldir, bizi belə daha Xoşbəxt. enerjili hiss elətdirir bizə. Həm də Bir ki, də sünnət tərəfi var. sünnət tərəfi var məsələnin buna görə. Amma biz bizim podkastımızda da dedilər ki, ay nə bir xurma mövzusu biraz belə müzakirə mövzusuna çevrilmişdi ki, indiki xurmalar nə dərəcədə Odur, mən deyəndə mənə dedim, siz mənə Məhəmməd Peyğəmbərin yediyi xurmanı gətirin, mən sizə icazə verim ondan orucunuzu açmağa. İstənilən halda Allah qəbul eləsin. Zeytun isə yağlıdır. Həm də biraz o su-duz mübadiləsini də kömək edir qorumağa. Aça bilərsiniz. Zeytun olmasın, nə bilim, avokado olsun, bir iki dənə qoz olsun, fərqi yoxdur. Bir dilim duzsuz pendir olsun. Açdınız orucunuzu, sonra şorba qisminə. Şorba ola da bilər, olmaya da bilər əslində. Yəni su içirsinizsə kifayət qədər, şorba içməyə də bilərsiniz. Birbaşa ana yeməyi. O duru yemək söhbəti. Yəni duru yeməyin də 80-90% sudur. Elə su ilə onu ödəyirik əslində. Elə bir istəyiniz varsa, yarım porsiyon şorba. Daha sonra ana yeməkdə də əgər ana yeməkdən sonra şirniyyat yemək fikriniz varsa, o zaman ana yeməyiniz ancaq protein və tərəvəzlərdən ibarət olsun. Yəni qarnir, düyüdür, kartofdur, onları çörəkdir, pidədir, laxmacundur. İndi bu dəqiq restoranlarda 100 çeşiddə yeməklər gəlir. Ancaq deyək ki, məzə, biraz salat, ət hissəsini yediniz tərəvəzlərlə. Şirniyyat yeyəcəksinizsə, o şirniyyatı elə sifariş edin ki, 2 nəfərə bir porsiya olsun. Yəni bütün hamısını yemək məcburiyyətində deyilsiniz. Və sonra da iftardan sonra çıxın, bir heç olmasa yarım saat piyada gəzin. Elə gec olmur. Yəni 7-yə qalmış, 7-də biz orucumuzu açırıqsa, 8-ə kimi olmadı, 9-un yarısına kimi yedikdən sonra 9-da çıxıb bir yarım saat, 1 saat gəzib, biraz da gəzə-gəzə suyumuzu içib, qayıdıb yenə 1 stəkan, 2 stəkan suyumuzu içib yatıb. Səhər də çox inanın ki, həm imsaka rahat oyanacaqsınız, həmçinin də çəki probleminiz olmayacaq, artıq çəkinizi də vermiş olacaqsınız. İndi bu məsələnin bir tərəfi də var ki, bəzi insanlar deyir, yedim, narahat oldum. Yaxşı çeynəmirik. Uzun müddət ac qaldığımız üçün sürətlə yeyirik. Sürətlə yediyimiz üçün də çeynəməyi unuduruq, iftar süfrələrində xüsusilə. Və deyir ki, yedim, şişdim. Yedim, yəni nəfəs ala bilmirəm, köpdüm və s. ki, bunun da səbəbi çeynəməməyimiz. Əslində biz uzun müddət çeynəsək, o lifli qidaları çox istifadə etsək, həm elə çeynəmədən yorulacağıq, həmçinin də daha tez doyacağıq, daha uzun müddət özümüzü tox hiss edəcəyik və qan şəkəri də dalğalanmadığı üçün daha rahat olacağıq. Yəni iftardan sonra, ana yeməkdən sonra da özümüzü daha rahat hiss eləyəcəyik. Üçüncü tərəfi də bu həzmsizlik məsələnin o yeməyi kimlə yeməyimizdir. Yəni ciddi məsələdir. Bəli. Yəni deyirlər ki, nə yeyiriksə o yox, həm də kimlə yeyiriksə o yox. Bu da vacib məsələdir. Çünki Ramazan ayının daha bir özəlliyi odur ki, iftar süfrəsində ailə bərabər yığılsın və yaxud dostlar. Amma deyək ki, orada siz oturduğunuz zaman, siz qarşınızdakı insanın gözünə baxdığınız zaman özünüzü dəyərsiz hiss eləsəz, siz orada ən belə faydalı yemək də olsa qarşınızda, ən faydalı yemək də olsa, siz onu həzm edə bilməyəcəksiniz. Amma elə bir sevgi dolu ortam ola bilər ki, elə bir xoş auralı insanlarla bərabər ola bilərsiniz ki, o zaman daş da verirsə, onu həzm eləyəcəksiniz də. Yəni buna görə hərdən deyirlər bir-birinə sevgilərini etiraf etmək üçün də deyirsən yanımda olduqdan sonra mən daş da yeyərəm, nə bilim, daşdan yumuşaq nə olsa yeyərəm və yaxud soğan çörək yeyərəm, bu mənim üçün yəni okeydir. Bunun da səbəbi məhz o sevginin gətirdiyi, o həzm və sevgisizliyin gətirdiyi həzmsizlikdir. Çünki bizdə nə baş verir? Biz otururuq hər öz telefonunda, nəsə yazdır, nəsə pozdur, nəsə çəkir, kiməsə atır. Heç kəs oralı olmur. Göz təmasımız yoxdur. Göz təmasımız yoxdur. Ən böyük bugün çox yeməyimizin səbəbi də məhz bu mənəvi aclığımız, sevgisizliyimiz, bir-birimizdən söhbət etməməyimiz, hamımızın o bizim beynimizi çürüdən o telefonların içində qalmağımız, fikrimizin orada qalmağıdır ki, nəticədə biz həzm edə bilmirik. Siz həm belə həzm edə bilmirik, həm elə həzm edə bilmirik bir çox şeyləri. Siz telefondan danışdınız. Siz həm aparıcılıq edirsiniz, həm video blogerlik edirsiniz. Hər şey yoxam mən. Həm belə deyək də, yəni xəstələrin pasientləri qəbul edəndən sonra onların nəticələrinə yenə kompüterdə baxırsınız, telefonda baxırsınız. Məcbur, bəli. Bu qədər işi necə çatdırırsınız? Yəni bilmək olarmı? Yəni bu enerjinin mənbəyi hardandır? Əslində çox çətindir. Məqsədim eynidir. İstər televiziya, radio fəaliyyətim olub uzun illər, istər influencer olaraq, istər həkim olaraq. Desəm ki, bunun maddi tərəfi yoxdur, ancaq məqsədim faydalı olmaqdır. Bu yalan olar.
təbii ki, hamımız günün sonunda bir tikə çörək üçün evdən çıxırıq ki, burada övladımın təhsil məsələsi var və s. Həssas məsələlər. Bəli, burada təbii ki, yardım etdiyimiz çevrəmizdə ailələr var, özümüzün tələblərimiz var ki, nəticədə siz də burada bu podkastı hazırlayırsınız ki, nəticədə hansısa bir maddi vəsait əldə edək. Mən də ki, buradan baxan olacaq, fikirlərimi bəyənib, bu yaxşı həkimdir. Ona gedim bir müayinəsinə. Bu məsələ var. Yəni açıq danışım, mən açıq sözlü insanam. Şükür Allaha hamı bilir. Amma necə çatdırıram? Mən işimi sevirəm. Yenə gəlirik o sevgi məsələsinə ki, mən işimi sevirəm. Deyirlər kiminin parası, kiminin duası. 5 nəfəri belə qəbul ediriksə ki, məsələn Instagramda nəsə soruşur, yazıram ki, siz hələ direkti görmürsünüz. Orada da çox mesajlar gəlir ki, bu belədir, bu belədir. Yəni əgər təyinat vermək olmaz, elə bir ixtiyarımız yoxdur Instagram üzərindən. Amma bəzən görürsən ki, çox kiçik toxunuşlar elə bilirik də. Yəni falan şey dəyiş. Bilirəm ki, bunun bu şikayətinin səbəbi çox bəsitdir. Su içməyə başlasa keçəcək və yaxud çeynəməyə başlasa bu problemi keçəcək və 2 həftə sonra yazır ki, doktor Allah sizdən razı olsun. Yəni mən bu qida əlavəsini qəbul elədim və yaxud başladım belə özümü düşünə-düşünə ağzımdakı kaş sıyıq halına gələnə qədər çeynəməyə. Gördüm ki, doğrudan da bu həzmsizlik problemim keçdi. Buna da faydalı. İşimizi sevirik təbii ki. Televiziyada bilmirəm, yəqin ki, uşaqlıqdan sevirəm, sevmişəm hər zaman. Yadımdadır ki, aparıcılıq, düzdür, atamın istəyi ilə həkim oldum. Amma uşaqlıqdan bizdə o qədər yer etmişdilər ki, beynimizə. Yəni həkim olsa, jurnalistika marağım olsa da, mən böyüyəndə mən başqa sənət mənim üçün yox idi də. Yəni nə olacaqsan, uşaq həkim. Məktəbi də bitirdik. Yəni avtomatik belə də olmalı. Həkimliyə daha çox yönləndirmək var. Xüsusən də ziyalı ailələrdə var o. Bəli. Peşman deyiləm əslində. Buna görə valideynlərimə minnətdaram. İkisini eləmişsiniz. Bəli, hər ikisini edə bilmişəm, amma o jurnalistikaya olan marağım həmişə var idi. Hətta bir dəfə çox maraqlı hadisə baş verdi. Mən Xəzər TV-də Tural Əsədovla səhər veriliş aparırdıq və orada biz xəbərləri də oxuyurduq və bir gün dedilər ki, hava haqqında məlumatı sən oxuyacaqsan. Və mən aldım kağızı, dedim ki, Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji bürolarının verdiyi məlumata görə və belə sevinirəm. Tural dedi ki, mən başa düşmürəm. Sən nəyi sevinirsən? Deyirəm, Tural, sən onu başa düşə bilməzsən. Mənim uşaqlıq arzum hal-hazırda həyata keçir ki, mən bu xəbəri oxuyuram və bu sözü səhvsiz deyirəm bu cümləni. Bəli, yəni ora olan marağım da hər halda gətirdi məni ona çıxartdı ki, hal-hazırda CBC Sportda da Ay Həkim verilişinin aparıcısıyam və orada da çalışıram ki, bugün bu həkimlərin mövzusu da çox gündəmə gəldiyi üçün çalışıram ki, doğrudan işinin peşəkarı həkimlər verilişimizə dəvət olunsun və yəqin ki, Azərbaycanda tək-tük tibbi verilişlərdən biridir ki, kommersiya məqsədi daşımır və biz ora qonaq gələn həkimlərdən bunun qarşılığında heç bir maddi vəsait tələb etmirik. Hər ki, belə bir şeylər var. Bəli. Hətta məni təşəkkür edirəm Volkan bəyə ki, mənim bu təklifi alanda CBC Sportdan dedim ki, mən razıyam, amma bir şərtim var ki, verilişə qonaq gələn həkimlərdən maddi vəsait alınmayacaq. Verilişin sponsoru ola bilər. Ondan özünüz bilərsiniz. Bu kanalda biz başa düşürük, amma qonaqlar pulsuz dəvət olunacaq və amma professional həkimlər dəvət olunacaq ki, onlar xalqın qarşısında doğrudan da ən doğrusu nədir? Bəli, onu deyəcək və əlhamdülillah ki, yəni artıq aylardır biz bu işi görürük. Çox yaxşıdır. Hətta həkimlər prodüserdir ki, Tutuq xanım, mən yığıram həkimə, deyir nə qədər olacaq ödəniş? Çox təəccüblənirəm. Deyirəm ki, normal haldır da. Yəni mən bundan öncə kommersiya məqsədli tibbi verişdə aparmışam və bilirəm ki, həkimlərin də elə düşüncəsi var ki, elə əhalinin də ki, efirə ancaq pulla çıxırlar, heç də belə deyil. Yəni artıq hər şey yaxşılığa doğru dəyişir. Onu da qeyd edək ki, həqiqətən də yəni çox jurnalistika fakültəsini bitirəndən daha yaxşı aparırsınız verilişi. Estağfurullah. Nitkiniz də səlisdir, həqiqətən də yəni. Baxmayaraq ki, mən rus bölməsini bitirmişəm. Yəni hiss olunmur. Qüsursuz Azərbaycanca danışırsınız. Qüsursuz Azərbaycanca danışırsınız. Həm diksiya, həm də yəqin ki, nəsə var. Mənə elə gəlir ki, insanın sevgisi nəyədirsə, o tərəfi mütləq şəkildə daha özü inkişaf edir, özündən asılı olmur bəzən. Sövq təbii baxırsan ki, o tərəfin daha ağırı basır. Böyük ehtimal sizdə də elə olub. Daim jurnalist olmaq istəmişsiniz və şans çıxan kimi istedad özünü göstərir. Yəqin ki, o tərəfi də var. Məsələnin, indi bilmirəm nə qədər təvəzzökarlıqdan uzaq olur bunu demək. Enerji tərəfi də var ki, bu məsələ də önəmli. Bizim işimizdə xüsusilə önəmlidir. Çünki biz istər-istəməz biz giririk psixologiyaya,
İstər-istəməz biz pasientlərlə söhbət edəndə, məsələn, yemək sizin üçün nədir? Özünüzü arıq təsəvvür edin. Nə dəyişəcək həyatınızda? Niyə özünüzü saxlaya bilmirsiniz? Yedikləriniz Bu nədir? sualları gərək qeyd edək biz də bax. Bəli, bunları verəndə və mən görürəm ki, insanların əslində problemi yeməklə deyil, problemi daha dərindir və biz o məsələnin psixoloji tərəfini toparlamasaq, biz bir tək diyet yazmaqla o diyeti gedib eləyəcək 1 həftə, 2 həftə, 1 ay maksimum. Sonra yəni yenə o problemlə qarşı-qarşıya qalanda özünü yemək yeyərkən tutacaq. Kişilərin işi biraz asan. Bunlar pencəyə götürüb o birisi qapıya doğru gedirlər, amma xanımlar soyuducunun qapısına doğru gedirlər ki, görüm burada nə yeyəcəm. Və buna görə də insan niyə çox yediyini anlamalıdır. Bir şey bilməlidir ki, biraz kobud çıxacaq bəlkə, amma biz gərək mədəmizi və beynimizi zibilliyə döndərməyək. Çünki mədəmizi zibilliyə döndərdiyimiz zaman, yəni bu doğru yatırım olmur. Beyninə də təsir edir. Bəli, bunlar bir-biri ilə bağlıdır. Burada müasir insanın ən böyük problemlərindən biri də bu mövzuda ki, bugün 21-ci biz pandemiyadan danışırdıq, amma əsl pandemiya bu piylənmədir ki, artıq son deməli ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə FAO-nun bərabər bir tədbiri keçirildi ki, artıq Azərbaycanda da bu daha sağlam qidalama mövzusunda ciddi işlər aparılacaq. Maarifləndirmə işləri həm məktəblərdə, həm əhali arasında ki, mən də o işçi qrupunun üzvüyəm hal-hazırda ki, çünki bütün dünya ilə bərabər Azərbaycandan da bu problem yan keçmədi. Pandemiyanın gətirdiyi yeniyetmələrdə artıqca ki, problemi, bəli, sonra yaranan böyük problemlər bu artıq gedir genofondumuza kimi çıxır ki, sorumluluq problemləri və s. və s. və s. Məqsəd gələcəyə sağlam nəsil verə bilmək üçün nələr edə bilərik. Bugün siz olduğunuz mövqedə, mən olduğum mövqedə, yəni hər birimiz gördüyümüz işlə, hansını ki bizə yəni Allah vəsilə bilib də, nə yaxşı ki bunun üçün seçib mənə Allah, bu olduğumuz mövqedə biz bu mövzuda məncə vətənə xidmət etməliyik. Vətənə xidmət oradan başlayır ki, gördüyümüz işi doğru görək və maksimum insana fayda verə bilək. Çünki ən böyük pandemiya məhz bu piylənmədir. Niyə? Bütün gün otururuq, qidalar rahat əl çatandır, bolluq içindəyik, fast food şəbəkələri və biz nə qədər bundan çox danışırıqsa, bir o qədər onun qarşısındakı növbə uzanır. Yağlar necə bəs? Yağlarımız? Yağlar o ayrı mövzudur, o ayrı mövzudur. Yuxusuzluq problemi, əlimizdəki telefonlar, bu hərəkət. Biz fərqində deyilik, ümumiyyətlə yedik, yemədik, doydum, doymadım, nə yedim, nə yemədim. Videoya baxa-baxa çox adam. Bəli. Yəni burada məsələ daha dərindir və burada bir multidisipliner yanaşma lazımdır. Ki, yaxşı, oynayır o iqranı, o uşaq, o oyunu oynayır telefonda. Deməli, elə etmək lazımdır ki, o oyunda deyək ki, daha yaxşı, indi bəlkə startapçılara da maraqlı ideya vermiş olacam, daha yaxşı nəticə əldə etmək üçün burger toplamayacaq da, məsəl üçün, deyək ki, daha çox tərəvəz meyvə toplayanda daha çox rəqəm alacaq. Yəni, bunu da uşağın bildiyi əyləncədir, əyləncəli bir şəkildə. Şunun altına tutuşdururlar da bəli başına. İkinci bir məsələ, YouTube-da hansısa bir videoya baxan ilk nə reklamı çıxır sizin qarşınıza? Yemək. Hansı yeməklər çıxır? Volt çıxır, hansı markalar çıxır? Bəli, burgerlər və s. Yəni, bunların da qarşısını almaq lazımdır. Bu qlobal bir məsələdir. Sizcə bunu bilərəkdən eləmirlər? Məncə bilərəkdən edirlər. Bilərəkdən edirlər. Çünki ticarət taktikasıdır. Kapitalizmin taktikasıdır. Təbii ki, piyələnmə artdıqca görün nə qədər xəstəliklər artır. Bu böyük bir dərman bazarıdır, dərman biznesidir. Hər şeyə qoyuran bir tərəfi. Təbii ki, deyəcəklər ki, sən rahat otur, yeməyini də gətirin, günün istənilən saatı siz istədiyiniz yeməyi sifariş edirsiniz, qapınıza gəlir. Biraz da kapitalizmin və insanların psixoloji durumu ilə bağlıdır. Çünki bax, təbii ki, siz daha yaxşı bilirsiniz. Bir dönəm Azərbaycanda, xüsusən Bakıda dietik yeməklər çatdırılması xidmətləri başlamışdı. İndi də var. Dalğa kimi. İndi biraz elə bir nisbətən səngiyib. Mən daha çox aktyorlarla, aktrisalarla falan işləyirdim. Səs yazma falan işində. Özləri ilə arxalarınca yemək gəlir. Yemək arxalarınca gəlir falan. Mən onu anlaya bilmirdim ki, bu sağlam qidalanma ola bilməz. Yəni bu şəkildə sağlam qidalanmaq olmaz. Sağlam qidalanmaq psixoloji və mənəvi məsələlərlə daha çox bağlıdır. Ailə ortamı, rahatlıq, kimsə. Küçədə biri gətirdi sənə yemək verir, sən də onu sağlam qida olaraq qəbul edirsən və yeyə-yeyə gedirsən
işini görmək? Çox maraqlı bir mövzuya toxundunuz. Təşəkkür edirəm bu suala görə. Çünki mən özüm də bu catering şirkətlərinin bir neçəsinin işləməyə başlayanda onlarla əməkdaşlıq etməyə başladım, amma sonra imtina etdim. Birincisi, indi o daha belə cool görünüş üçün edirlər. Yəqin ki, daha çox populyar insanlar ki, yeməyim daha hazır gəlir. Amma o yeməklər sizə plasmas qablarda gəlir. Siz onu qoyduğunuz mikrodalğalı sobaya isitdiyiniz zaman mikroplastik yemiş olursunuz. Bunun da heç bir sağlamlıq tərəfi yoxdur məsələnin. Nəzərə alsaq ki, müasir insan ümumiyyətlə həftəyə bir vizit kartı qədər mikroplastik yeyir, udur, içir. Hər yerdə var onlar ki, bu hər yerdə, yəni kassa çekləri, gəmrim işlətdiyi xanımların gündəlik bezlərdən tut, yəni istədiyiniz qədər bu siyahını uzada bilərik, günün altında qalmış bu plastik butulkadakı suya qədər ki, üzü yaya gedirik, buna da nəzər salaq. İkinci bir məsələ, o yeməklər səhər saat 8-də 100 nəfərə eyni vaxtda yemək bişirilib çatdırılması imkansızdır. Onlar gecədən hazırlanır. Və artıq bu təzə yumurta deyil. Gecədən qalmış bir yumurta gəlir sizin qarşınıza, deyək ki, səhər yeməyi olaraq. Buna görə də, ola bilər günorta yeməyini çatdırmadınız, hardasa seçim eləməlisiniz, o cateringdən sifariş verdiniz, gəldi qarşınıza yediniz. Amma səhər, günorta, axşam, sonra bütün gün o yeməyi gəzdilər maşında, orada saxlanılma şəraiti bilinmir nədir. Sonra qızdırırlar həmin o plastik qablarda ki, üstünə yazılıb ki, qızdırmaq olar ki, orada da mikroplastik yemiş olurlar və burada da nə olur nəticədə? Qaş düzəldən yerdə daha çox gəlir əldə etmək üçün daha keyfiyyətsiz qidalar da seçirlər. Arıqlayırlar, nəticə qoyurlar, çünki miqdarı azdır, az yeyirlər. Əslində, siz elə normal qidalandığınız zamanda qarşınıza gələn yeməyin yarısını yesəz və yaxud yarım porsiyon sifariş etsəz, siz yəni hər gün dönər yeyərək də arıqlaya bilərsiniz. Biz biraz mövzumuza qayıtsaq daha yaxşı olar. Bu əsas məsələlərdən biri indi Novruz bayramı gəlir. Bizim xalqın adət-ənənələrindən, gözəl adət-ənənələrindən biridir. Novruzun mən məsələn o tonqalı yandırmaqdır, o məsələn papaq atmaq kimi o zarafat adətlərini sevirəm, amma bu tərəfdən də bizim qida adətimiz var. Şəkəri bura, şorqoğalı, gecə saat 12-də yeyilən aş, plov falan. Dəvəngi. İndi qabaqdan gəlir. Bilirəm ki, oruclu mədəyə də çox birdən-birə o qədər yükləmək olmaz. Amma həmin o martın 20-si, 21-i günü. 11 gündə səhv etmirəmsə biz evdəyik. 11 gün evdəyik, o heç, amma o Novruz bayramında. Otellərdəki israfçılıqlar, onlar hamısı gəlir gözümün qabağına. Necə qidalansınlar orada? Çünki bayramlarda ciddi şeylər olur, zəhərlənmələr olur, xəstəxanalıq olanlar olur. Çox yeməkdən. Sizə bir sual verim səmimi olaraq. Düzdür, mən qonağam. Sizcə biz burada o faydalı məsləhətləri verməklə nəsə dəyişəcək? Bəlkə də dəyişər. Amma illərlə dəyişə bilər də bu Tutu xanım. Mən sizə deyim, 2016-cı ildə mən bu YouTube kanalını açmışam. İndi 1 milyon hazırda abunə var da. 2016-cı ildə bizim dildə belə faydalı videolar hazırlayanlar çox az idi. Az idi, düzdür. Və mən indi bizim Xəyali xanım var, o 700 min abunədir. Siz özünüz bizdən daha yaxşı professional videolar hazırlayırsınız da, həm mütəxəssis olaraq. Yəni və bizimlə paralel nə qədər insanlar eləyir. Mən inanmıram ki və görürəm ki 2016-cı ilin insanı deyil bugünkü 2025-ci ilin insanı. Amma mövzu bayrama gələndə, Novruza gələndə. Bəlkə də 5 ilə 10 ilə təsir eləyərdi, amma istər-istər damladan. Mən o baxımdan sizdən razıyam, çünki bizim kütləvi olan şeylərdə zəifliyimiz var da. Məsələn, yas adətləri, nə bilim, toy adətlərimiz illərdir tənqid edir. Təxminən bu da elə bayram kimi bir şeydir də. Məsələn, yasda çox yemək israf eləmək olmaz, illərdir deyilir, amma yenə hansı yasa gedirsən. Biz onlara məğlub olmayaq da. Toylar da həmçinin, məsələn, son bir gün öncə mən toy dedim, ilahi o qədər yiyilməyəcək yeməklər stolacıdır ki, fikirləşin buna nəyə ehtiyac var, biz deyə beləyik. Bu həmçində bayrama aiddir. Demək yaxşıdır, deməyiniz gözəl olar, deyin, amma... Deməli, nəzərə alsaq ki, bu il Ramazan ayı həm də Novruz bayramına düşüb. Yəni, eyni vaxtda təsadüf edib. Burada da şirniyyatlar çox olacaq. Yəni, bayram sizə yemək üçün verilmiş son şans deyil, əzizlərim. Ona görə də bir gün paxlava yeyəndə şəkər bura növbəti günə saxlayın. Qoğalı o birisi gün yeyin. Sonra şəkər bura paxlava yediyiniz gün, yəni gəlin baxaq bir paxlavanın tərkibinə. Nə var orada? Un var. Şəkər var. Yağ var və qoz var. Düzdürmü? Və ya badam, dəhəlmi. Deməli, biz həmin günü nə edəcəyik? Paxlava yediyimiz gün karbohidratı mümkün qədər az, mümkünsə heç istifadə etməyəcəyik. Yəni, həmin günü çörək yeməyəcəyik, meyvə yeməyəcəyik, şəkər
tərkibli. Çərəzlərdən istifadə etməyəcəyik, mümkün qədər az istifadə edəcəyik və yeməkləri minimum yağla hazırlayacağıq ki, o paxlava bizə artıq çəki olaraq geri gəlməsin. Eyni də qoğal, məsəl üçün 1/4 qoğal bir dilim çörəyə bərabərdir. Yəni siz bir dənə bütöv belə qoğal yediyiniz zaman 4 dilim çörək yemiş olursunuz əslində. Bu 1/4 simit də eynidir. Təəssüf ki, bu mövzuda biraz çox acımasızdır qaydalar. Yəni bu şəkildə limitləyərək və gündə biri olmaq şərti ilə yeyib və yaxud deyək ki, gündə 3 dəfə qidalanırsınız, heç oruç tutmamısınız. Gündə öğün sayınızı azaldırıq. 2 dəfə qidalanırıq və bir ara öğündə bir öğünün əvəzinə biz yeyirik ya şəkərburamızı, ya qoğalımızı, ya gündə bir dənədən artıq olmaz yəni. Yəni də yaxşı olar ki, birdən olsun və nə edə bilərsiniz? Misal üçün şəkərburanızı, paxlavanızı böyük bir bol göyərtili, bol tərəvəzli bir salat yeyib, onun üstündən onu yesəniz, qan şəkəriniz daha az sürətlə yüksələcək. Və yaxud, bəli, o da olmasa, ev üsulu hazırlanmış alma sirkəsi, bir xörək qaşığı alma sirkəsini bir stəkan suya qarışdırın, onu için. Onun üzərinə artıq şirniyyatınızı yesəniz, bir 15-20 dəqiqə sonra yesəniz. Yəni şirin çayla paxlava yemək uyğun deyil. Çox uyğun deyil. Çox uyğun deyil, amma qoğal da heç uyğun deyil. Amma ildə bir dəfə, yəni bir dəfə yemək olar. Mən özüm də bir Azərbaycanlı olaraq paxlavanın düzdür qıraqlarını sevirəm. Onu adam bişirəndə, Allah bütün yaşayan valideynlərə can sağlığı versin, ölənlərə rəhmət eləsin. O paxlavanın qıraqlarından dietolog olsam da mən də çayla içirəm, amma çalışıram ki, həmin günü digər qidaları istifadə etməyim ki, bu paxlava mənə artıq çəki olaraq geri gəlməsin. Limit və miqdar. Hər şey miqdarı önəmlidir və istər iftar, istər imsak süfrələrində daha belə faydalı olsun deyə bir boşqab modeli edək. İndi siz istəsəz hətta bunu ekrana da verə bilərsiniz sonra montaj eləyəndə. Boşqabınızı 3 yerə bölürsünüz. Tən yarısında olur tərəvəzlər, salat, içinə biraz yağ əlavə edə bilərik. Zeytun yağı ola bilər. Digər 1/3-də olur ət qrupunda yer alan qidalar. Burada da olur karbohidratlar, yəni çörək qrupunda yer alan qidalar. Yəni, misal üçün, biz salat yedik, yeməyə başladıq salatla və ətlə, karbohidratı saxlayırıq sonraya. Salat deyək ki, açıq bufetdir, getmişsiniz oteldəsiz, o zaman bir neçə cür salatı az-az qoya bilərsiniz, mayonezsiz olmaq şərti ilə. Yəni, çox lif, çox göyərti. Ət qrupunda yer alan qidalar hansılardır? Toyuqdur, balıqdır, qırmızı ətdir, quzu şişdir, nə bilim, nə yesəniz, bu ət qrupunda yer alan qidalardır. Sonra, məsəl üçün, səhər yeməyində yumurta yediniz, yumurta da ət qrupunda yer alan qidadır. Proteinlər, bəli. Və çörək. Çörək qrupunda yer alan qidalarda karbohidratlar biz deyirik ona, zülallar, karbohidratlar. Burada nədir? Bir dilim çörəyə bərabər olanlar. Misal üçün, siz iftarını bir çömçə mərcimək supu şorbası içdinizsə, siz artıq çörək haqqınızı istifadə elədiniz. Bildiniz necə? Qaldı sizin lif və protein haqqınız. Yəni bir çörəklə bir kəsə mərci yeməyə ehtiyac yoxdur. Bəli, çörəklə çörək yeyirsiniz əslində. Və yaxud 3 qaşıq düyü, bu bir dilim çörəkdir. Və yaxud ət kabab yeyirsiniz, yanında kartof kababı da var. Bir ədəd kartofdur, bu bir dilim çörəyə bərabərdir. Yəni buna diqqət yetirmək lazımdır. Yeməklərin bişirilmə qaydasına diqqət yetirmək lazımdır ki, daha çox belə öz suyunda, öz yağında bişirək, əlavə belə yağa atıb qızartmayaq ki, bu da bizə bir əlavə kilokalori olmasın. İçki olaraq deyək ki, bayram süfrəsidir, adi su için, limonlu su için, hətta nə edə bilərsiniz? Misal üçün, mən nə edirəm? Mən əzirəm, deyək ki, limonu, hətta portağal biraz zəncəfil qatıram, biraz da bal, onu qoyuram buzluğa, belə toplar şəklində. Hətta uşaqlara əyləncəli olsun deyə gilə meyvələrlə də elə bilərsiniz, rəngli. Sonra, misal üçün, deyək ki, bu qazlı badamını götürürük, onu əlavə edirik o topların içində, olur ev üsulu limonad. Yəni, çox həm maraqlı olur, əyləncəli olur, həmçinin də artıq kilokalori qəbul etmiş olmuruq. Çünki meyvə şirələrində şəkər səviyyəsi çox yüksəkdir, evdə sıxılmış olsa belə. Çünki bir stəkan portağal şirəsi üçün siz 4 dənə portağal sıxmalısınız. Amma biz deyirik ki, günə 2 porsiyadan artıq meyvə yemə. Artıq 4 porsiya meyvəni sən içdin və şəkəri də sürətlə qaldırdın, çünki lifsizdir. Meyvənin faydalarına danışanda mütləq onu nəzərə almaq lazımdır. Bizdə bir onun da dalğası başlamışdı. Biz buludla yeyirik meyvəni, biz ədədlə yeyə bilmirik təəssüf ki. O da yəni böyük problemlərdən biridir. İçki, indi Ramazan ayıdır, mən inanmıram ki, kimsə spirtli içki istifadə edər. Amma normal adi içkilərdən də masamıza gələn kompotlardır,
qazlı Qazlı, şirin hə, içkilərdir. Onlar da olmasa daha yaxşı olar. Dünyada tapa biləcəyiniz ən gözəl içki sudur. Yəni su iç mənim artıq 13 ildir hashtagimdir, ən populyar. Su hansı sudan içəm? İndi söhbət badamlıdan getmir, qarşınızda badamlı var. Amma ola bilər fərqli sularda deyə bilərsiniz, markat da çəkə bilərsiniz, problem yoxdur. Amma bugün bizim o Bakıda yaşayırıq da, yəni aldığımız o filtr suları o bizə faydalıdırmı? İstədiyiniz hər bir suyu içə bilərsiniz. Çünki Mineral baxımından deyirəm. Vitamin, mineral baxımından onsuz bizim bu dəqiqə nə torpaqlarımızda o minerallar qalıb, nə yediklərimizdə o minerallar var. İndi biraz da suda olmayacaq, olmasın. Çünki bugün hamı qida əlavələri qəbul edir. Hətta mən sizə çantamı göstərsəm də orada da mənim bir dərman qabım var ki, onun içində gündəlik istifadə etdiyim qida əlavələri var ki, bugün dünya əhalisinin 85%-də maqnezium vitamini, mineralı çatmır. Niyə çatmır? Çünki maqnezium torpaqda olan mineraldır. Qayalıq torpaqda olan mineraldır və torpaqda olmayan mineral, mən deyim ki, mən bunu yeyirəm ki, maqnezium almaq niyyətinə bu badamı yeyirəm. O torpaqda yoxdursa o mineral, o badamda da yoxdur və mən də onu ala bilməyəcəm. Buna görə məcburam qida əlavəsi olaraq. Çünki pestisidlərdir, bu torpaqla çox oynamışıqda daha çox bizə bar versin deyə. Əgər deyək ki, ildə bir dəfə verməlidirsə, ildə 2 dəfə, 2 ildə bir verməlidirsə, hər il bizə bar versin deyə və bu da nəticədə torpaqda o vitamin, mineralların azalmasına gətirib çıxarır ki... Hətta mən bir dənə çox özür istəyirəm, sözünüzü kəsin, bir Parnikə getmişdim. Mən Parnikə gedənə qədər əvvəl elə təsəvvürüm var idi ki, Parnik torpaqdadır, orada bitkiləri əkirlər, oradan sonra yanır. Sonra girdim Parnikə, Zirə tərəfdəydi. İndi su ilə Parnik. Tamamilə betondan bir yerdir, böyük bir yerdir, aşağısı betondur. Bu boyda dipçəkdir, bu boyda bir dipçək. Ora pomidor əkiblər, hər dipçəyə bir pomidor əkiblər. Həmin bu boyda dipçəkdəki pomidorun üzərində o torpaqdan bir 5 dəfə artıq pomidor var. Yəni bu torpaq 5 kilodursa 20 kilo pomidor var. Yəni bu necə yaratdı? Gübrə. Hardan yarandı? Bu nətər oldu? Orada çeşidləri də var, sortları da var, onlarınki seleksiya məsələsi var. Amma istənilən halda bugün biz fakt olaraq qidalardan ehtiyacımız olan o vitamin, mineralları almırıq və almadığımız üçün. Və sudan da həmçinin aldığımızı düşünmürəm yetərincə. Ən azından. Hərdən deyirlər ki, mən qaynanmışdır. Deyirəm, necə istəyirsən, içsən qaynanmışdır, istəyirsən güvəndiyin bir markanı çiğ iç. Yaxşı olar ki, şüşə qabda olsun, plastiklərdənsə. Çünki suyu sağlamlıq niyyətinə içirik, amma o su maşında qalıbsa günün altında, o mikroplastiklər artıq o suyun içindədir və siz içəndə özünüzü zəhərləyirsiniz o mikroplastiklərlə. Və ikinci bir məsələ də ki, deyək ki, sizdə bu minerallar çatmırsa bədəninizdə, o ağır metallar, o mikroplastiklər gəlir, o mineralın yerini tutur, boşluqlara oturur və xüsusilə də biz misal üçün insanlara deyirik ki, ola bilər sizdə ağır metal zəhərlənməsi olsun, ola bilər sizdə toksin yükünüz çox olsun. Çünki bu insanlar deyir ki, yəni heç cür özümə gələ bilmirəm, bütün günü halsızam, yorğunam, xroniki yorğunluq, heç nə eləməyə halım yoxdur, həvəsim yoxdur. Yəni bütün bunların səbəbi məhz bizim bu toksinlərə gün ərzində məruz qalmağımızdır ki, toksik yükümüz artır, bədən onu xaric eləyə bilmir. O tərəfdən də yeyirik, qaraciyərə imkan vermirik, işləsin bir baxsın. Gecə də yeyirik, gecə biz nə olmalıdır yuxuda? Biz ac yatmalıyıq ki, bədəndə düşünün ki, texniki servis baxmalıdır, harda nə var, harda nə nasazlıq var, onu düzəltsin. Ona da imkan vermirik, yükləndikcə yüklənirik. Sonra da ay aman filan kəs necə oldu xəstələndi? Necə oldu xəstələndi və yaxud ki, gedirsən onkologiya, adam ərindən yer yoxdur. Özümüz eləyirik. İnsan özü-özünü xəstələndirir. Əgər biz bunları bilsək, dərk eləsək, başa düşsək, o zaman yatırımı mədəmizə yox, daha faydalı şeylərə edərik ki, daha sağlam yaşayaq. Yəni, biz bunlardan yan keçə bilməriksə, deməli, qida əlavəsini kənardan qəbul edəcəyik, çatmır və yaxud balıqdan misal üçün omega 3 almalıyıq, amma qalıqların özünə omega 3 verirlər ki, yemlərinə omega 3 qatırlar ki, onu yeyən heç olmasa biraz omega 3 qəbul edəsin. Bilirsiniz, mövzu çox dərindir. Mən indi o girsəm dərinliklərinə, tibbi terminlərə keçmək olacaq ki, tamaşaçılara maraqsız olacaq. Amma istənilən halda bilin ki, kiçik dəyişikliklərlə həyatınızda edəcəyiniz kiçik dəyişikliklər sizə böyük nəticələr verə bilər. Sadəcə bir yerdən başlayın. Mən başa düşürəm, birdən-birə həyatımızı dəyişə bilmərik. Amma bu il oruç tutdunuz, Ramazan bitdi, 5 saatlıq aclıqla davam edin həyatınıza. 5 saatdan bir qidalanın.
Deyək ki, ola bilər şirin qazlı içkini çox sevirsiniz. Hər gün içirdinizsə, onu həftədə bir dəfəyə yendirin. Həftədə 3 dəfə fast food yeyirsinizsə, bunu bir dəfə yeyin. Onda daha dadlı olur. Bəli, boşqabınız çalışın rəngarəng olsun. Nə qədər rəngarəng olsa, nə qədər çox rəng varsa, bir o qədər bizim üçün faydalıdır. Antioksidantlardan zəngindir. Ədviyyatlar, düzdür, Ramazan ayında çox tövsiyə eləmirik. Susuzluq gətirə bilər deyə bəziləri, amma ədviyyatlardan da biz az istifadə edirik ki, onların da çox faydaları var orqanizmə. Amma təbii ki, güvəndiyiniz markalar, güvəndiyiniz yerdən alın. İstiot adı ilə torpaq qarışdırıb satanları da eşitdim mən, təəssüf ki. Təəssüf ki. Tərkibi bəlli olmayan ədviyyatlar çoxdur. Alırsan, yəni pul biber əvəzindən isə qəribə bir qırmızı toz. Qırmızı rənglər var. O konservantlar ola bilər olsun. Çünki müəyyən belə deyək, icazə verilən dozaları var ki, nə qədər nə ola bilər rəngləndirici, dadlandırıcı konservantlar ola bilər olsun. Amma bəzən olur ki, kustar üsulla düzəldirlər, evdən kimsə satır və s. Aktanın icazəsi yoxdur ki, bunlara diqqət yetirmək lazımdır. Türkiyədə məşhur Canan Qaratay var, dünyaca məşhur Doktor Berk var. Doktor Berk həkim deyil, o YouTuberdir. Bəli, YouTuberdir, amma yaxşı faydalı məlumatlar verir. Bizim də Tutu Zeynalовamız var. O qədər. Sizin kitablarınız və yaxud da bu haqda düşünürsünüzmü? Ya kitabınız varmı və yaxud düşünürsünüzmü yazmaq Kitabım haqqında? yoxdur, açığı. Axtarışdırdım, mən tapa bilmədim, ona görə soruşdum. Yəni çox kitab bilmirəm, önəmlidirmi? Çünki mən sosial mediada kifayət qədər aktivəm, kifayət qədər çox məsləhətlər verirəm. Böyle bir fikriniz olub. Əslində material da hazırdır. Çapa vermək lazımdır. Kitabım yoxdur. Yox, kitabım yoxdur. Amma lazımdır deyirsinizsə edərik onu da. Çünki mən Azərbaycanda bu mövzuda ilk başlayanlardanam və əlimdə çox az resursla başladım. Hətta televiziyaya, radioya gəlmə məqsədim də o idi. Çünki mən Türkiyədən qayıdandan sonra çox məlumatım var idi və istəyirdim bunu insanlara çatdırım. Bəli. Və getdim Xəzər radioya o vaxtı. Tərənə xanım sağ olsun. Mənə o vaxt radionun direktorudur. Mənə şərait yaratdı. Verilişin adını da elə qoyduq. Sən demə ki, nə qədər doğru bildiyimiz yanlışlar var. Və onlar da oradan şokda idilər ki, bu qədər zəng gəlir verilişə. Deyirdi ki, ancaq belə çox məşhur müğənnilər, Röya falan gələndə bu qədər zəng gəlir efirə. Və başa düşdüm ki, ciddi boşluq var və insanlar bu informasiyaya acdılar. İndi şükür Allaha niyə kitabı ehtiyac bilmədim? Çünki indi şükür Allaha elə bir dövrdə yaşayırıq ki, informasiya dövründəyik. Biz internetdən istədiyimiz məlumatı əldə edə bilərik. İstənilən dildə tərcümə edə bilərik. Yəni bunun üzərinə bir kitab yazmaq, kitab ehtiyacı hamısı əlçatan deyil axı. Bilmirəm, bəlkə mən oraları görmüşəm. Kitabın başqa enerjisi var. Biz hər ikimiz kitabdan gəldiyimizə görə, kitab adamı olduğumuza görə biz biraz da o şeyə daha çox diqqət edir. Amma məncə də mütləq şəkildə. Amma bəzi kitab yazanlar kimi ki, məsələn yazdırıb sonra çıxır ki, mən kitab yazmışam, onu etmək istəmirəm. O biraz ayıbçı bir şey. Açıq onu etmək istəmədiyim üçün yəqin ki, ola bilər. Həm də məqamı yavaş-yavaş gəlməlidir məncə. Mərhələ. Mən əsas nəyi soruşmaq istəyirdim? Lap əvvəllərdə soruşmaq istəyirdim, amma axıra qaldı, sual yox, yenə soruşum. Bu insanların kütləvi tənhalaşmağı ilə, ailə modelinin dağılması ilə sağlam qidalanma arasındakı belə deyək də bağlılığı hiss edə bilirsiniz yoxsa yox? Yəni, hiss edə bilirəm və burada əsas bizim beynimizin iltihamından söhbət gedir həm də. Çünki Yaponiyada, hətta deyəsən səhv etmirəmsə Amerikada da səhv etmiş ola bilərəm, amma Yaponiyada dəqiq bilirəm ki, yalnızlar nazirliyi var, tənhalıq nazirliyi var. Yazmışdım bu yaxında. Bəli, nazirliyi var və doğrudan da insanı ən çox xəstələndirən, ömrünü ən çox qısaldan tənhalıqdır. Və bu da tənhadır ona görə. Yox, mən bayaq dedim, axı tənha deyil, əslində içimizdə canlılar var. Çoxlu trilyonlarla bakteriyalar var. Mən bakteriyalarımdan xoşbəxtəm. Təbii ki, qidalanma da bunun hardasa dolayısıyla bir faktoru ola bilər və burada əsas neyroiltihabdan söhbət gedir. Neuroinflammationdan söhbət gedir. Bunu da nəzərə almaq lazımdır məncə. Mən özüm yazmışdım, ona görə dəqiqləşdirmək istəyirəm ki, kökəlməklə tənhalığın çox əlaqəsi var. Bunu belə deyək də, kökəlməklə deməyək. Qida mövzusunda həssas olan insanlar, yəni tək xoşbəxtliyi, tək serotonini o qidada yaxalayan insanlar artıq çəkili olurlar sonra və sonra onlar depressiyaya düşürlər.
Depressiv insanlar da daha çox tənhalığa meylli olurlar. Yəni buradan gələn Əlaqə problemdir. var. Bəli. Bir-birinə qarşı. İkinci bir məsələ ki, bu stigma məsələsidir ki, o insanları ayıblamaq, təhqir etmək və s. Misal üçün xanım girir deyək ki, mağazaya, yox, sizin ölçüdə bizdə heç nə yoxdur. Deyə, bəlkə o hədiyyə almağa gəlib kiməsə. Yəni siz görürsünüz, onu hər gün güzgüdə görür. Bununla insanları təhqir etmək, bunu ayıblamaq, bu sanki özünü görmürsən, özünə baxmırsan, o görür özünü. Amma siz ona başqa cür deyin ki, sənin bu problemin var, mən bilirəm. Başa düşürəm deməyin, çünki sizin çəkiniz normaldır, siz onu başa düşə bilməzsiniz. Bu yalan olacaq. Amma ən azından deyin ki, mən sənin yanındayam. Mən sənə kömək edə bilərəm. Bu daha səmimidir. Necə ki, misal üçün, analı, atalı bir insan, kiminsə anası rəhmətə gedəndə gəlir, deyir ki, anan rəhmətə gedib, mən səni başa düşürəm, fikir eləmə. Bu doğru deyil. Sən onu başa düşə bilməzsən və onun fikir etməyi ən doğal haqqıdır o şeydə, o yazı yaşamaq. Sən sadəcə deyə bilərsən ki, mən sənin acını paylaşmağa hazıram və mən sənin yanındayım. Bu daha səmimi olar və qarşındakına daha çox kömək olar Hətta ki, kişilər ağlamaz deyirlər. ağlasın. Yəni bu söhbət tək ki, kimisə itirməkdən getmir. Burada ayrılıq ola bilər, burada nə bilim başqa bir itki ola bilər ki, onun da müəyyən bir alimlər deyir ki, mən psixoloq deyirəm, yas müddəti var ki, onu yaşamaq lazımdır. Eyni də artıq çəkili insanlar artıq işə gəlir, işə qəbul etmirlər və s. Hardasa özlərinə bəli çəkinirlər deyə tənha qalmağa daha meylli olurlar. Və bəzən olur xəstələr gəlir ki, yanıma, mən ancaq deyir, yemək yeyəndə özümü xoşbəxt hiss edirəm. Yəni mən onu da alandan sonra artıq əlindən bu insan düşəcək dərin depressiyaya. Ona görə orada məsələn psixoloji tərəfini də göz önünə alıb, onun həyatında başqa maraqlar yaratmaq, fikrini başqa yerə yönəltmək ki, tək həyatının mənası, məqsədi o yeməkdən aldığı həzz olmasın. Yəni başqa bir həyatında hadisələr, hansısa motivasiya, hansısa hədəfləri olsun ki, o hədəflərə getməyə çatmaq kimi bir məqsədi olsun. Bilməm nə dərəcədə doğrultdum cavabımla sizin. Bəli. Əslində xanım, söhbətimiz o qədər maraqlı və o qədər informativ keçir ki, biz bunu davam elətdirə bilərik. Həm siz oruçsuz, Allah qəbul eləsin. Təşəkkür edirəm. Çox danışdırsaq daha çox. Olsun, problem yoxdur. Mən əslində ac qalanda özümü daha enerjili hiss edirəm. Növbəti bir qonağımız da var. Ona görə təşəkkür edirik gəldiyiniz üçün, bizimlə öz fikirlərinizi bölüşdünüz, pozitiv enerjisiniz üçün təşəkkür edirik və ümid edirəm ki, o əvvəlki birinci videomuza 400 minə insan baxıb, bu da daha çox. O vaxt bu qədər podkast yox idi. Bəli, o vaxt bu podkast yox idi. Hərə qoyub qarşısına bir mikrofon danışır. Adamı podkastda küstürürlər. Mən əminəm ki, fərqli olanlar, seçilənlər ilk gündən əhaliyə belə faydalı videolar, məlumatlar təqdim edən podkastlar özünün belə deyək də o sambalını, özünün aktuallığını qoruyub saxlaya biləcək. Çünki sizin itmək kimi, bu işi dayandırmaq kimi bir şansınız, ixtiyarınız da yoxdur. Çünki meydanı boş buraxmaq olmaz. Professionallar nə qədər geri çəkilsə, qeyri-peşəkarlar bir o qədər bəli, daha çox meydanda olacaq. Qoy olsun, qoy çox olsun. Bu əhaliyə seçməyə, bəli, yaxşı, pisi ayırmağa və zamanla hər şey ələnir. Yəni düşünürəm ki, bu mövzuda da eyni şey olacaq. Sizin izləyicilərinizə də can sağlığı arzu edirəm. Çalışın, xəstələnməyin. Sağlamlığınızı sağlam ikən qoruyun. Hamı bilir ki, xəstələnəndə həkimə getmək lazımdır. Çalışın, xəstələnməmək üçün nə edə bilərəm? Bu haqda bol məlumatınız, faydalı informasiyanız olsun. Təşəkkürlər. Təşəkkür edirəm.